1877 və 1878-ci illərdə Rusiya və Osmanlı dövləti arasında müharibədən sonra imperiyada hərbi əsirlər məsələsi gündəmə gəlir. Ruslar tərəfindən əsir götürülən bəzi Osmanlı əsgərləri xəstəlik və yaralardan ölsə də 1878-ci ilin iyununda Berlin konqresindən sonra əksər hərbi əsirlər vətənlərinə geri qaytarılır. Dosent Zaur Əliyev yazır ki, hələ də Rusiya hərbi düşərgələrində Osmanlı əsgərlər qalmaqda idi və onlar Ukrayna, Mərkəzi Rusiya, Pribaltika və digər ərazilərdə saxlanılırdılar. Zabitlər bir düşərgədə, əsgərlər isə digərlərində saxlanılırdı. Gün ərzində bir çörək, 100 qram ət verilirdi onlara. Türk əsgərləri rusların bişirdiyi çörəyi yemirdilər və özlərinə sadəcə un verilməsini xahiş etmişdilər ki, özləri düşərgədə bişirib yesinlər. Ət payı isə halal olmayanda qəbul etmirdilər. Soyuq qış günlərində isə türk əsgərləri heyvanların dərilərindən özlərinə geyim tikirdilər. Çünki rus hərbiçiləri onlara isti geyim verməkdən imtina etmişdilər. Türk zabit və əsgərlərinə ilkin münasibət çox pis idi. Vəhşi və barbar kimi təqdim edilən türk əsgərlərinə yerli sakinlər nifrətlə yanaşırdılar və imkanları düşəndə onlara daş atırdılar. Onların gözündə qatil, adam öldürən kimi görünən türk əsgərləri zamanla onların yanlış düşüncələrdə olduqlarını sübut edirlər. Əskərlər müxtəlif işlərə cəlb edildikləri üçün ilk öncə bacarıqlı sənətkarlar olduğuca çıxır. İmperiya kəndlilərini əl işləri ilə təəccübləndirən türk əskərləri eyni zamanda dərzi, aşbaz, dolusu və digər işlərdə özlərini göstərdikcə yerli əhalinin onlara münasibəti dəyişir. Yavaş-yavaş əskərlərə geyim və ərzaq yardım edilməyə başlayır. Bu əskər və zabitlər təmizlik və gigiyenik işlərdə o qədər həssas idilər ki, yerli sakinlər onlara sevgi göstərməyə başlayırlar. Xüsusilə türk zabitləri içərisində əksəriyyətin Avropa dilləri bilməsi, musiqi və təhsil sahəsində yüksək bilikləri olması yerli insanların diqqətini cəlb edirdi. Pianino və digər musiqi alətlərində ifa, elmi, mədəni biliklər, xarici dillərdə danışmaq və digər biliklər rus zabitlərindən daha üstün olduğu üçün varlı ailələr türk zabitlərinə xahiş edirdilər ki, onların övladlarına da bunu öyrətsinlər. Mədəni tədbirlərdə musiqi və oxumaq, tərcümə üstünlükləri və təhsildə güclü bilikləri olan türk əskərləri yaşadıkları ərazidə onlara qarşı münasibəti tamamilə dəyişməyə nail oldular. Sənətkarlıq və təhsil bilikləri sayəsində yerli sakinlərin böyük sevgisini qazanan hərbi əsirləri geri qaytaran zaman, onlar göz yaşları içərisində əsirlərin geri qayıtmamasını xahiş edirdilər. Nəticədə əksər türk zabit və əskərləri vətənlərinə geri dönməyərək burada qalırlar və yerli mədəniyyətə, təhsilə və sənətkarlığa öz töhfələrini verirlər. Beləliklə, Rusiya imperiyasının böyük hissəsində vəhşi kimi tanınan türklər öz mədəniyyətləri və bilikləri ilə düşüncələri dəyişməyə nail olurlar.